Salam əziz müəllimlər və müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün bugün izah edəcəyim test sualları Emaşim test toplusundan ədəbi dilin normaları ilə bağlı olan suallardır. Başlayaq sual bir izahına. Verilən fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin. Bir də normalara riayət etmək hamı üçün önəmli deyil qeyd olunubdur. Bu yanlış fikirdir, çünki hər kəs ədəbi dilin normalarına əməl etməlidir. 2. Fonetik norma özündə iki normanı birləşdirir. Bəli, doğrudur. Orfoqrafik və orfoepik normanı. Leksik norma funksional üslublarda yer verilmir. Leksik normaya yanlışdır. Leksik norma, eləcə də digər normalar funksional üslublarda da gözlənilməlidir. Leksik normada heç bir şərtlə varvarizm, vulqarizm və s. yol verilmir. Bu da yanlışdır. Çünki bədii əsərlərdə obrazın nitqini, obrazın xarakterini açmaq üçün onun dilindən varvarizm, vulqarizmlərə yol verilə bilər. Leksik normanın yalnız düzgün deyil, dəqiq yerinə görə ifadə ilə emosional ifadə olması gərəklidir. Bu da doğrudur. İndi isə baxaq, birinciyə, 3-ə və 4-ə yanlışdır. 1, 3, 4, 2 və 5 isə doğrudur. Ona görə doğru cavab olur A variantı. Sual 2. Fonetik normanın pozulmasına aid olan fikirləri müəyyən edin. Xüsusi isimlərin böyük hərflə yazılmaması, bəli, fonetik normanın pozulmasıdır. Roma rəqəmlərindən sonra sıra sayı düzəldən şəkilçinin qoyulması, bəli, Rom rəqəmlərindən sonra sıra sayının şəkilçisi yazılmamalıdır. Məsələn, 10-cu bu fonetik normanın pozulması olar. Sözü sətirdən sətrə keçirəndə sətirdən sətrə keçirilmənin tələbinə uyğun keçirilməsi fonetik normanı pozmur, keçirilməməsi pozur. Qarmaqarışıq sözünün cümlədə verilən şəkildə işlənməsi fonetik normanı pozur. Qarmaqarışıq çünki defslə yazılmalı idi. Rəqəmlə ifadə olunan sıra saylarının şəkilçinin öz tələbinə uyğun yazılması təbii ki, bu da pozmur. Çünki yəni düzgün yazılıbdır. Şəkilçinin öz tələbinə uyğun yazılmaması pozardı. Doğru cavablar olacaq 1, 2 və 4. Yəni bunlarda fonetik norma pozulması olur. Daha sonra sual 3. Qrammatik norma pozulmuş cümlələri seçin. Xeyli vaxt keçməsinə baxmayaraq nə o gəlmirdi, nə də biz getmirdik. Burada deməli nə inkar bağlayıcısı olduqda xəbər təsdiqdə olmalıdır. Lakin burada gəlmirdik inkarda olduğu üçün burada qrammatik norma pozultusu götürülür. 2. Bu hadisədən öncə onlar hər həftə bizə gələrlərdi. Gələrlərdi yox, gələrdilər. Burada lərdən sonra dinin gəlməyi yanlışdır. Gələrdilər. Şəkilçi ardıcılığı pozulduğu üçün burada da qrammatik norma pozulubdur. Küləyin xəfif əsməsi sahədəki otları yüngülcə tərpədirdi. Burada qrammatik norma pozuntusu yoxdur. Meşədəki yaşıl ağaca baxmaqdan doymurdu. 2 eyni sözün təkrarı ilə yaranan mürəkkəb sifətlərdən sonra gələn isimlər cəmdə gəlməlidir. Meşədəki yaşıl ağaclara baxmaqdan doymurdu. Ağac yox, ağaclar olmalıdır. Burada da qrammatik norma pozuntusu var. Adil kəndimizə gedən bu yolları yenicə görürdü. Burada norma pozuntusu yoxdur. Qrammatik norma pozuntusu istənildiyi üçün cavab olur 1, 2, 4, yəni B variantı. Sual 4-ə baxırıq. Sənin hünərinlə neçə qəhrəman əskər paltarını geymiş yenidən. Qılınc qurşamışdır neçə pəhləvan, baxıb öz oğluna sevinmiş vətən. Nümunəsində hansı normalar pozulmuşdur? Deməli, burada inversiya var. Qılınc qurşamışdır neçə pəhləvan. İnversiya olduğuna görə qrammatik norma var. Pozuntusu var. Baxıb öz oğluna yox, oğluna. Mənsubiyyət şəkilçisi olduğu üçün burada saitin biri düşməlidir. Sözün yazılışında da yanlışlığa yol verildiyi üçün fonetik norma pozuntusu var. Yəni burada 2 norma, fonetik və qrammatik norma pozuntusu olduğu üçün cavab olur C variantı. Növbəti 5-ci suala baxırıq. Yaxşılıq birdəndir, torpağa atsan, 1000 ruzi yetirər ömrün qışına. Ömrün yox, ömrün qışına olmalıdır. Burada fonetik norma pozuntusu var. Eyni zamanda 1000 ruzi yetirər ömrün qışına. Burada xəbərin də əvvələ gəlməsi, deməli, cümlədə sonda yox, əvvəldə gəlməsi qrammatik norma pozuntusu yaradır. Ona görə fonetik qrammatik olur C variantı. 6. Hansı cümlədə 2 müxtəlif norma pozulubdur? Ailə həyatının yaxşılığa doğru irəlilədiyini bilirdi. Burada norma pozuntusu yoxdur. Qulağına taxdığı üzükvarı yox, üzükvari. Sırğalar çox yaraşırlardı yox, yaraşırdılar. Burada həm də yaraşırdı. Çünki sırğalar cansız olduğu üçün yaraşırdı olmalıdır. İçlar şəkilçisi
düzgün deyil burada, yəni qrammatik normanı pozur. Həm qrammatik, həm fonetik norma pozulduğu üçün elə iki müxtəlif norma pozulub B variantında. C-də o gündən Arazla bir buruqda çalışmağa başladıq. Yoxdur. Araz qəhqəhi ilə ağlayıb əlini onun çiyninə vurdu. Burada heç bir norma pozuntusu yoxdur. O gecəki hadisədən sonra daha görüşməmişdik. Bu cümlədə isə o gecəki, yəni burada biçik yazılan mürəkkəb söz var. Ayrı yazıldığı üçün fonetik norma pozuntusu var. Amma iki müxtəlif norma pozuntusu olmadığı üçün doğru cavab olur B variantı. Növbəti sual 7. Hansı cümlədə fonetik norma pozulmayıb? 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik günüdür. Burada 28-dən sonra may böyük hərflə yazılmalıdır. Kiçik yazıldığı üçün yanlışdır. Yəni norma pozuntusu var. 8 mart Beynəlxalq Qadınlar Günü. Burada G böyük yazılmalıdır. Burada yanlışdır. Mirzə İbrahimov Azərbaycan milli qəhrəmanıdır. Qəhrəman Q böyüklə yazılmalıydı. Bizim evə bazarlıq Güllər mağazasından edilir. Güllər mağaza. Burada M kiçik hərflə yazılmalıydı. Yanlışdır. Sinif yoldaşım Bakı Mədəniyyət və İncəsənət Texnikumuna qəbul oldu. Burada isə heç bir fonetik norma pozuntusu yoxdur. Ona görə doğru cavab olur E variantı. Hansı cümlədə fonetik norma pozulub? Bizim meşələrdə çoxlu yer fıstığı əkilir. Burada fonetik norma pozuntusu yoxdur. Mahnının təkrar olunan hissəsi nəqərat adlanır. Doğru yazılıbdır. Nəqərat, yəni norma pozuntusu deyil. Söz düzgün yazılıb. Yerli xalqın özünə məxsus mentaliteti yox, mentaliteti. Burada kilo yox, birli olmalıydı. Burada elə fonetik norma, yəni söz yazılışı yanlış olduğu üçün yanlış olan, yəni norma pozuntusu olan cavab olur C variantı. Kəsirin məxrəci sürətindən böyük olarsa düzgün kəsir adlanır. Yoxdur. Hər murad istəsəm müyəssər idi. Burada da norma pozuntusu, yəni fonetik norma pozuntusu yoxdur. Sual 9. Müstəqil olmalıdır. Burada müstəqil yazılıb. Müstəqil ölkədə yaşayan hər bir şəxs azad yaşamağa məhkumdur. Məhkumdur yox. Burada eyni zamanda leksik norma pozuntusu da olubdur. Yəni müstəqil ölkədə yaşayan hər bir şəxsin azad yaşamaq hüququ var deyə bilərdik. Məhkumdur, yəni məhkumdur, məcburdur mənasındadır. Müstəqil ölkədə yaşayan hər bir şəxs azad yaşamağa məcburdur deyilən, yəni cümlə olmaz. Burada leksik normada pozulub. Həm fonetik, həm də leksik, yəni olur B variantı. Normalara aid məntiqi ardıcılığı tamamlayın. Mən yol texnikumunu yox, texnikum burada olmalıdır. Texnikumunu bitirən kimi toyumuz olmuşdu. Fonetik norma pozulub. Havaların pis keçməsi ilə bağlı qəbahət yaranmışdı. Qəbahət yox, narahatlıq ola bilər. Havaların pis keçməsi ilə bağlı narahatlıq yaranmışdı. Burada da leksik norma pozulub. Söz düzgün yerində işlədilməyibdir. Məntiqi ardıcıllıq, fonetik, leksik, deməli qrammatik yoxdur. Biz qrammatik norma pozuntusu olan cümləni tapmalıyıq. Mən bu həyatımdan çox razı idim. Burada qrammatik norma pozuntusu yoxdur. Pəncərənin qabağında dayanmış oğlan soyuq baxışlarla çölə baxırdı. Burada da qrammatik norma pozuntusu yoxdur. Vətənin dağları da uzaqdan təbəssüm edirdi. Edirdilər yox, edirdi. Lərin burada işlənməsi qrammatik norma pozuntusu sayılır. Ona görə cavab C-dir. Üzünün cizgiləri solğun bir məyusluq ifadə edirdi. Qrammatik norma pozuntusu burada yoxdur. Mənə elə gəldi ki, o indicə hönkürtü ilə ağlayacaq. Burada da qrammatik norma pozuntusu yoxdur. Növbəti sual 11-ə baxırıq. Uyğun fikirləri müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlışı tapırıq. Fonetik norma 3 prinsipə əsaslanır. Yanlışdır. Fonetik norma 2 prinsipə əsaslanır. Orfoqrafik və orfoepik normanın gözlənilməsi məsələsi. Bu yanlışdır. İnversiya qrammatik normanı pozur. Doğru fikirdir. Məcazlik norma pozuntusu sayılmır. Doğrudur. Şeirlərdə istifadə olunan bədii təsir vasitələri məcazlik, yəni norma pozuntusu sayılmır. 2-3 doğrudur. Yanlışa baxaq. Şəkilçilərin ixtisarı qrammatik normanı pozur. Yanlışdır. O ellipsiz sayılır. Bədii üslubda əsasən istifadə olunur və şəkilçi ixtisarı qrammatik norma pozuntusu sayılmır. Yanlış fikirdir. Üçüncü şəxslə uzlaşma əlaqəsi kəmiyyətcə pozulsa da qrammatik norma pozulmaya bilər. Bu doğrudur. Üçüncü şəxsdə uzlaşma əlaqəsi kəmiyyətcə pozulsa da qrammatik norma pozulmaya bilir. Belə ki, ağaclar qırıldı. Burada üçüncü şəxsdədir. Mübtədə cəmdədir. Xəbərin təkdə gəlməsi qrammatik normanı pozmur, amma uzlaşma əlaqəsini pozur. Yanlışdan yanlış 4, doğrudan doğru 2-3. Cavab olur 2-3-4, yəni D variantı.
Sual 12. Qrammatik normaya aid olan doğru fikirləri müəyyən edin. Bədii əsərlərdə, xüsusilə şeirlərdə cümlə üzvlərinin sırasının pozulması qrammatik normaya təsir etmir. Bu yanlışdır. Bu, söz sırasının pozulması ilə qrammatik norma pozuntusu sayılır. İsimlərdə şəkilçi qoşulma ardıcılığı cəm müsbət hal xəbərlikdir. Bəli, bu zaman qrammatik norma pozulmur və doğrudur. İnkar bağlayıcıları qrammatik normada rol oynayır. Bəli, inkar bağlayıcıları gəldikdə xəbəri təsdiqdə tələb edir. İnkarda olduqda xəbər bu zaman qrammatik norma pozuntusu sayılır. Yəni, inkar bağlayıcıları qrammatik normada rol oynayır. Uzlaşma insan anlayışında pozulsa, qrammatik normada pozular. Doğrudur. İnsan anlayışı olduqda, mübtədi təkdə olduqda, xəbər təkdə, mübtədi cəmdə olduqda xəbər cəmdə olur. Bu, həm normada, həm də uzlaşma əlaqəsində üst-üstə düşür. Bu da doğrudur. Müəyyən miqdar sayından sonra gələn isimlər hər zaman cəmdə işlənməlidir. Yanlışdır. Müəyyən miqdar sayından sonra gələn isimlər əsasən təkdə gəlir. 5 kitab, 10 kitab, 10 qələm və s. Sadəcə zaman məzmunu bildirəndə min illər, 100 illər bu zaman isimin cəmdə gəlməsi doğrudur və norma pozuntusu sayılmır. Doğru cavablar olur 2, 3, 4, yəni C variantı. 13. Yaz aylarında çiçəklərin ətiri yox, ətri. Ətrafı burada i yazılmamalıydı. Mənsubiyət gəldi. Daha doğrusu çiçəklərin ətri. Mənsubiyət gəldiyi üçün orada sözün kökündəki qapalı saat düşməlidir. Ətrafı bürümüş insanlara zövq verirdi. Burada sadəcə fonetik norma pozuntusu olduğu üçün cavab olur A variantı. Fonetik normanın pozulduğu cümlələri müəyyən edin. Almaniyada gələnlər diskriminasiyaya uğradılar. Diskriminasiya sözündə diskriminasiya olmalıdır. Burada i hərfi olmalıydı. N ilə m-nın arasında yazılmadığı üçün fonetik norma pozuntusu 1-də var. İkinci Dünya müharibəsində hegemon dövlətlər də iştirak edir. Burada m kiçik yazılmalıydı. Səhvdir. Baş verən bütün ixtişaşların fağır-füqəranın güzəranı daha da çətinləşdirmişdi. İxtişaş yox, ixtişaş. Burada ğ yazılmalıydı. Burada da fonetik norma pozuntusu var. Daha sonra boğazının nazik dərisini az qala deşib çıxan hülqumu tez-tez enib qalxırdı. Fonetik norma pozuntusu yoxdur. Bugünkü hadisələrin təsirindən hələ də çıxmamışdı. Burada da fonetik norma pozuntusu yoxdur. Cavab olur 1, 2, 3, yəni E variantı. Hansı cümləni qrammatik normanın pozulduğu, həm də pozulmadığı hal kimi qəbul etmək olar? Deyildim mən sənə mail, sən etdin əqlimi zail. Burada əminliklə deyirik ki, norma pozuntusu var, qrammatik norma. Çünki xəbər əvvəldə gəlib və inversiya olduğu üçün qrammatik norma pozuntusu var. Pianoda ifa edəcək Elçi bəy. Bunu iki cür düşünmək olar. Bir adlıq cümlə düşünmək olar. Pianoda ifa edəcək Elçi bəy. Elçi bəy, hansı Elçi bəy pianoda ifa edəcək? Bir adlıq cümlə kimi götürsək, təyin mübtədi olur. Bir də pianoda ifa edəcək Elçi bəy. İfa edəcək kim Elçi bəy? İfa edəcək xəbər kimi götürsək, bu zaman isə inversiya sayılacaq. Belə ki, adlıq cümlə götürdükdə inversiya yoxdur, qrammatik norma gözlənilir. Lakin ifa edəcək kim Elçi bəy? Müəyyən şəxsi cümlə götürdükdə orada inversiya olmuş olacaq ki, bu da qrammatik norma pozuntusu kimi qəbul ediləcək. Ona görə doğru cavab olur B bəndi. Bizim uşaqlarımız uğurlu nəticələrlə döndü. Döndülər olmalıydı. Çünki döndü. Kim? Döndülər. Kim? Bizim uşaqlarımız. Burada ikinci tərəf, yəni əsas tərəf cəmdə olduğu üçün xəbər cəmdə olmalıydı. Norma pozuntusu var. Örüşdəki quzular mələşirdi. Mələşirdi. Nə quzular? Burada norma pozuntusu yoxdur. Yaz fəsli gəldiyindən ağaclar çiçəkləmişdi. Burada da norma pozuntusu yoxdur. Doğru cavab oldu B variantı. Sual 16. Hansı cümlədə uzlaşma əlaqəsi pozulsa da qrammatik norma pozulmayıbdır? Xəzan fəsli gələndə bağçamızdakı ağaclar öz donunu dəyişirlər. Burada uzlaşma əlaqəsi pozulsa da deyir, uzlaşma əlaqəsi pozulmayıb. Ağaclar cəmdə, dəyişirlər cəmdə. Pozulmayıb uzlaşma. İnsanların bir çoxu özlərini aldadırlar. Aldadırlar insanların çoxu. Burada mübtədədə əsas tərəf təkdə olduğu üçün xəbər təkdə olmalıydı və ların gəlməsi uzlaşma əlaqəsini pozur. Kəndimizdəki inəklər ilin bərəkətli gəldiyinin göstəricisi idi. Göstəricisi idi. Nə? İnəklər. İnəklər cəmdədir. Xəbərin təkdə gəlməsi uzlaşma əlaqəsini pozub. Qrammatik norma isə pozulmayıb. Çünki inəklər bərəkətli gəldiyinin göstəricisi idi. Göstəricisi idilər. Burada
yəni inəkdir, heyvandır, quşdur, bunlarda mübtədə cəmdə olanda, xəbər təkdə də olsa, cəmdə də olsa, norma pozuntusu sayılmır. Yəni həm təkdə, həm cəmdə gələ bilər. Yəni C variantında uzlaşma əlaqəsi pozulub, lakin qrammatik norma pozulmayıb. Ona görə doğru cavab olur C. Quzuların hamısı dağın yamacında idi. Dağın yamacında idi. Nə? Quzuların hamısı mübtədə əsas tərəf təkdə olduğu üçün xəbər təkdə olması uzlaşmanın da gözlənilibdir. Yəni burada təkdə olduğu üçün uzlaşma pozulmayıbdır. Əli, bugün axşam bizə gələrsən. Əli, bugün axşam bizə gələrsən. Bizə gələrsən, kimsən? Sən mübtədəsi də burada buraxılıbdır. Burada da yəni uzlaşma əlaqəsi mübtədə olmadığı üçün deyə bilmərik ki, yəni mübtədə xəbər arasında yəni mübtədə xəbər arasında uzlaşma əlaqəsi var. Çünki burada cümlə olaraq mübtədə yoxdur. Amma ümumilikdə gələrsən, kimsən bərpa edə bilərik və uzlaşma əlaqəsi burada şəxsə görə yəni gələrsən, sən uzlaşma pozulmayıbdır. Bu da ola bilməz. Yəni doğru cavab olur C variantı. Sual 17. Dəmir parçaları gölün içində çox mövcud olduğu üçün doğrudan da paslanmışdılar. Nümunəsində ədəbi dilin hansı norması pozulmuşdur? Deməli, dəmir parçaları, burada parçalar cəmdə olmasına baxmayaraq, parça cansız olduğu üçün paslanmışdılar yox, paslanmışdı olmalıdır. Ların yazılmağı qrammatik norma pozuntusudur. Doğrudan yox, doğrudan olmalıdır. Fonetik norma pozulubdur. Dəmir parçaları gölün içində olduğu üçün, gölün içində çox olduğu üçün doğrudan da paslanmışdır. Mövcud olduğu yox, olduğu üçün olmalıdır. Leksik normada var. Həm leksik, həm qrammatik, həm də fonetik. Ona görə doğru cavab olur E variantı. Leksik normanın pozulduğu cümlələri seçin. Həqiqəti unudarsan, ağız çaşar, düzünü deyər, düzünü danışar. Ağız yox, dil çaşar, düzünü danışar. Ağız yox. Burada qrammatik, leksik var. Novruz bayramında uşaqlar qonşu qablara papaq qoyardılar, yox, papaq atardılar. Burada da leksik norma pozuntusu var. Anasından ötürü burun ucu göynəyirdi. Frazoloji birləşmə leksik norma pozuntusu yaratmır. Bizim kəndin yaşlı qocaları daim bizə örnək olurlar. Qoca onsuz da yaşlıdır. Yəni yaşlı qoca deməyə ehtiyac yoxdur. Burada yaşlı sözü artıq yazılıb. Leksik norma var. Pozuntusu var. Onun gözlərində qışın soyuğunu görürdüm. Burada da leksik norma pozuntusu yoxdur. Cavab olur 1, 2, 4, yəni C variantı. Sual 19. 4-cü ay 2019-cu ildə evə gələn əskər bir gün öncə hərbi hissədən buraxılıb. O evdə deyir ki, məni sırağa gün təxris ediblər. Təxris yox, tərxis. Burada R birinci, sonra X olmalıdır. Fonetik norma pozuntusu var. Eyni zamanda sırağa gün yox, 4-cü ay buraxılıbdır. Bir gün öncə hərbi hissədən buraxıldığını deyir. Daha doğrusu 4-ü gəlib, deməli 3-ü buraxıblar bunu. 3-ü də dünə sayılır, sırağa gün yox. Həm leksik, həm də fonetik pozuntu var. Fonetik leksik olur A variantı. Soyqırım ilə bağlı şəxsi fikrini bildirən müəllif, bu obyektiv fikrimdir, düşmən cəzasız qalmalı deyil, dedi. Verilən nümunədə hansı norma pozuntusu var? Deməli, bura baxsaq, görərik ki, şəxsi fikrini bildirən müəllif obyektiv fikrimdir. Obyektiv fikrim, şəxsi fikrim eynidir. Eyni məna ifadə etdiyi üçün, təkrar olunduğu üçün burada leksik norma pozuntusu var. Baxaq, görək digər norma pozuntusu. Deməli, soyqırım ilə bağlı şəxsi fikrini bildirən müəllif, bu obyektiv fikrimdir, düşmən cəzasız qalmalı deyil, dedi. Və bir də burada fonetik norma pozuntusu var. Burada yəni soyqırımı sözündə I yazılmalıydı, yazılmayıb. Soyqırım yox, soyqırımı olmalıydı. Fonetik norma pozuntusu da var. Fonetik leksik olur A variantı. Növbəti sual 21-ci sual. Hansı cümlədə uzlaşma əlaqəsi gözlənilsə də qrammatik norma pozulubdur? Bu qoyunlar onun qazanc yeri idi. Qazanc yeri idi. Nə? Qoyunlar. Qoyunlar heyvan olduğu üçün mübtədə cəmdə də gəlsə, mübtədə cəmdə olduğu üçün xəbər təkdə də cəmdə də gəlsə qrammatik norma pozulmur. Burada isə qrammatik norma pozulmasını istəyir. Burada pozulmayıbdır. Dostların əksəri bu işdən bixəbər idilər. Bixəbər idilər. Kim? Dostların əksəri. Burada uzlaşma əlaqəsi də deməli pozulub, qrammatik norma da pozulub. Çünki əksəri təkdə olduğu üçün xəbər təkdə gəlməlidir. Həm uzlaşma pozulub, həm də qrammatik. Bağçadakı çiçəklər ətrafa xoş qoxu saçırdılar. Çiçəklər saçırdılar, qoxu saçırdılar. Burada uzlaşma əlaqəsi gözlənilir. Çünki
cəmdir, xəbər də cəmdir, amma norma pozulubdur. Çünki bağçadakı çiçəklər ətrafı xoş qoxu saçırdılar yox, saçırdı olmalıydı. Norma pozulduğu üçün cavab C-dir. Biz də onları görəndə artıq gecidir. Gecidir. Nə vaxt biz gecə deyə bilmirik. Biz onları görəndə səhvli olur. Burada uzlaşma əlaqəsi ümumiyyətlə cümlə üzvləri arasında yoxdur ki, bir gözlənilən və ya da pozula. Sonra ağacın yarpaqları yerə töküldü. Yerə töküldü. Nə? Ağacın yarpaqları. Burada lar cəm şəkilçisi olduğu üçün əsas tərəfdə söz birləşməsində xəbərin cəmdə olması uzlaşma əlaqəsinin tələbi idi. Lakin təkdə gəldiyi üçün uzlaşma əlaqəsi gözlənilməyib, amma bizdən gözlənilməni soruşurdu. Ona görə bu da yanlışdır. Doğru cavab oldu C. 22. Manikendəki paltar çox xoşuna gəlmişdir. Nümunəsində hansı normalar pozulubdur? Maniken yox, maneken olmalıdır. İ yox, E yazılmalıydı. Başqa heç bir səhvlik yoxdur. Yəni sadəcə burada fonetik norma pozulub. Daha sonra sual 23. Hansı cümlədə qrammatik norma pozulub? Uşaqlar 1000 illər öncəyə aid olan tarixi öyrənirlər. Öyrənirlər kim uşaqlar? 1000 illər, 1000 sayından sonra illər zaman məzmunu bildirdiyi üçün cəmdə gəlməyi doğrudur. Mübtədə cəmdə, xəbər də cəmdədir. Bu da gözlənilib. Yəni burada norma pozuntusu yoxdur. Bizim bir qədər işlərimiz var ki, yarımçıq qalıb. Bizim bir qədər işlərimiz yox, bizim bir qədər işimiz olmalıdır. Bir qədərdən sonra işlərimiz cəmdə gəlməyi norma pozuntusu sayılır. Yaşıl-yaşıl küçələr, burada yaşıl-yaşıldan sonra cəmdə gəlməyi doğrudur. Onun sözləri hələ də qulağıma sırğadır. Qulağımda sırğadır. Nə? Onun sözləri. Burada da söz, yəni insan anlayışı bildirmədiyi üçün təbii ki, cəmdə gəlsə belə xəbərin təkdə gəlməyi qrammatik normanı gözləyibdir. Yəni pozulmayıb. Sən, Elçin və Rəsul bugün ora getməlisiniz. Getməlisiniz. Kim sən, kim Elçin, kim Rəsul. Burada da qrammatik norma gözlənilibdir. Növbəti sual 24. Hansı cümlədə leksik norma pozuntusunu ən az 2 müxtəlif yolla düzəltmək mümkündür? Xosrov və Şirin poeması mənzum roman təsiri bağışlayır. Daha sonra poeması mənzum roman, çünki nəzmlə yazılıbdır və poema mənzum roman xüsusiyyəti daşıya bilər. Burada heç bir norma pozuntusu yoxdur. Sabir satiralarında ədalətsizliyi tənqid edir. Ədalətsizliyi tənqid edir. Norma pozuntusu yoxdur. Kvadratın tərəflərinin hasili onun perimetridir. Baxın, burada yanlışdır. Kvadratın tərəflərinin hasili yox, kvadratın tərəflərinin cəmi onun perimetridir. Burada yəni hasil sözü leksik normanı pozubdur. Şərtdə də deyir ki, leksik norma pozuntusunu ən azı 2 müxtəlif yolla düzəltmək mümkündür. Burada ya hasil sözünü silib cəm yazacağıq. Kvadratın tərəflərinin cəmi onun perimetridir. Yaxud da ki, hasil sözü yerində qalacaqdır. Kvadratın tərəflərinin hasili onun deməli sahəsidir. Perimetrin əvəzinə sahəsidir yaza bilərik. Yəni 2 yolla burada ya perimetrini silib sahəsi yazacağıq, ya da ki, hasilini silib cəmi yazmaqla biz burada yəni leksik norma pozuntusunu aradan qaldıra bilərik. Ona görə doğru cavab olur C variantı. Artıq gedə bilmirəm, canım boğazımdan çıxacaq. Burada canım boğazımdan çıxacaq frazoji birləşmədə norma pozuntusu sayılmır. Belə insanları başının üstündə saxlasan yeri var. Burada da yenə leksik norma pozuntusu yoxdur. Sual 25. Onun dostları ali təhsilin ilk səviyyəsini magistri bu il bitirib. Nümunə ilə bağlı uyğunluğu doğrudan doğru, yanlışdan yanlışı götürürük. Leksik və qrammatik norma pozulubdur. Onun dostları ali təhsilin ilk səviyyəsi bakalavrdır. Yəni magistr deyil. Ona görə burada fonetik daha doğrusu leksik norma pozuntusu var. Dostluğunu edib bitirib dostları, kim onun dostları? Dostlar cəmdə olduğu üçün əsas tərəf xəbərdə bitiriblər olmalıydı. Yəni həm fonetik, yenə fonetik deyirəm, üzrlüsən, həm leksik, həm də qrammatik norma pozuntusu var. Fonetik norma pozuntusu yoxdur. Bu doğru fikirdir. Fonetik norma pozuntusu deyir, xeyr, pozuntu yox idi. Qrammatik norma pozulmayıb, yanlışdır, pozulubdur. Lər burada yazılmadığı üçün. Fonetik norma pozulmayıb, bu doğrudur. Doğrudan doğru 1, səhvdən səhv 3, yəni cavab olacaq 1-3 E variantı. 26. Bu işin sonundakı uğuru görüb avanturaya uydular. Nümunədə hansı normalar pozulubdur? Avantura, yəni şübhəli təşəbbüs, xaos bu mənanı ifadə edir. Amma yerində işləməyib. Yəni bu işin sonundakı uğuru görüb şübhəli təşəbbüsə uydular. Bu avantura sözü yerində işləməyib. Yəni burada söz düzgün işlədilmədiyi üçün leksik norma pozuntusu olur. Cavab olur C.
İşlərdə olan çatışmazlığa görə daş tərəzini dəyişdirdi. Nümunədə hansı norma pozulubdur? Daş tərəzi devslə yazılmalıdır. Fonetik norma pozuntusu var, başqa norma pozuntusu yoxdur. Ona görə yalnız fonetik olur B variantı. Onlar müstəqilliyimizi tam olaraq, yəni de facto şəklində tanıdılar. Nümunədə hansı normalar pozulubdur? Müstəqilliyimizi tam olaraq, yəni de facto. De facto devslə yazılmalıdır. De facto. Eyni zamanda tam şəkildə de facto eyni mənanı ifadə edir. İki sözün, yəni eyni mənalı sözün ikisinin də eyni zamanda işlədilməsi həm də leksik norma pozuntusu sayılır. Ona görə həm fonetik, həm də leksik norma olacaq A variantı. 29. Hansı cümlədə elektrik sözünün vurğu ikinci hecada düşünülsə, elektrik, arxeipik norma pozular. Vurğu sona düşürsə, deməli, həm vurğu dəyişməklə mənası dəyişən sözdür. Elektrik, elektrik enerjisi mənasındadır, enerji. Elektrik vurğu əvvələ düşürsə, monteur mənasındadır. Baxaq, onun atası tanınmış elektrikdir. Burada vurğunun ikinci hecəyə düşməsi, yəni monteur mənasına düşülməsi arxeipik normanı pozmur. Bu seçdiyi ixtisas elektrikdir, yəni monteurluq peşə. Elektrik peşəsi vacib peşələrdən biridir. Elektrik peşəsi. Burada da yenə monteur peşə mənasındadır. Elektrik xətləri yox, elektrik xətləri. Burada vurğu sona düşməlidir. Qonşumuz elektrik, İlxan dayı işin ustasıdır. Burada da yenə monteur mənasındadır. Fərqlənən cavab D-dədir. Çünki elektrik sözündə vurğu sonuncu hecəyə düşür, ikinci hecəyə yox. Və burada da ikinci hecəyə düşmə arxeipik norma pozuntusu sayılır. Cavab ona görə olur D variantı. Növbəti 30-cu sual. Günbəgün artır könlümün gübarı. Nümunəsində hansı normalar pozulubdur? Gübar yox, qubar olmalıdır. Fonetik norma pozuntusu var. Eyni zamanda inversiya var. Artır nə? Könlümün qubarı. İnversiyada olduğu üçün həm qrammatik, həm də fonetik. Yəni olur E variantı. Hər müştəri üçün 50% qazanc əldə edən işçi saat hesabı işlər. İşçi yox, işçi olmalıdır. Fonetik norma pozuntusu var. Eyni zamanda hər müştəri 50% qazanc əldə edən işçi saat hesabı işləyir. Qazanc 50%. Deməli, müştəri üçün 50% qazanc əldə edən. Burada saat hesabı işləmir ki, 50% qazanc əldə edir. Faizə işləyir, saat hesabı işləyir fikri artıq üst-üstə düşmür. Yəni, söz düzgün yerində işlədilmədiyi üçün ona görə leksik norma pozuntusu da var. Leksik fonetik olacaq cavab A variantı. 32. Nümunədə dəbdilin hansı normaları pozulubdur? Bu, şirniyyat bişirənlərin 3 fərqli üstünlüklərinə bulkunun daha dadlı olması da daxil edir. Bulku yox, bulka olur. Fonetik norma pozuntusu var burada. Daha sonra bu şirniyyat bişirənlərin 3 fərqli üstünlüklərinə. 3 fərqli üstünlüklərinə yox, 3 fərqli üstünlüyünə. 3-dən sonra burada üstünlük cəmdə yox, təkdə gəlməlidir. Burada da qrammatik norma pozuntusu var. Həm qrammatik, həm fonetik olur C variantı. Daha doğrusu 33. Cümlələr hansı normaların pozulduğunu arzu olaraq müəyyən edin. Cümlələrdə Hacıbəyovun bəstələri arxa fonda səsləndirildi. Burada leksik norma pozuntusu var. Çünki yəni burada fonda yenə elə arxada mənasındadır. Arxa fonda təzədən yenidən burada arxa sözünün yazılmağı leksik norma pozuntusudur. Yəni Üzeyir Hacıbəyovun bəstələri fonda səsləndirildi olmalıydı. Müğənninin səsindən hamımız feyziyab, i yazılmamalıydı. Fonetik norma pozuntusu var. Hazırlaşanların əksəri tam məlumat sahibi deyirlər. Deməli, hazırlaşanların əksəri mübtədə olduğu üçün xəbərdə lar olmalı deyildi. Çünki əksərində cəm şəkilçisi yoxdur. Burada da qrammatik norma pozuntusu var. Yəni, leksik, fonetik, qrammatik olur B variantı. Sual 34. Bir neçə qeyri-adi eksotik bitkiləri burada əkəcəyəm. Cümləsində dəbdilin hansı normaları pozulubdur? Bir neçə eksotik bitkiləri. Bir neçədən sonra burada bir neçə qeyri-adi eksotik bitkilər cəmdə olmamalıydı. Qrammatik norma pozuntusu var. Eyni zamanda eksotik, qeyri-adi eyni mənanı verdiyi üçün ya bir neçə qeyri-adi bitkilər burada əkəcəyim olmalıydı, ya da bir neçə eksotik bitkiləri. İkisindən biri olmalıydı. Ya qeyri-adi olmalıydı, ya da eksotik. İkisinin eyni anda işlənməsi leksik norma pozuntusu sayılır. Qrammatik və leksik, yəni cavab olacaq B variantı. Onun dostları da çıxan ambisiyadan sonra həbsdən azad oldu. Cümləsində dəbir dilin hansı normaları pozulubdur?
Dostları, onun dostları cəm olduğu üçün xəbərdə cəm olmalıdır. Qrammatik norma pozulubdur. Eyni zamanda ambisiya lovğalıq mənasındadır. Onun dostları da çıxan əhv mənasında. Bu da amnistiyadır ki, amnistiyadan sonra həbsdən azad olmalıdır. Yəni söz düzgün yerində işlədilməyibdir. Yəni burada amnistiya, əhv etmə olmalıydı. Ambisiya yox. Yanlış söz yazıldığı üçün leksik norma pozulubdur. Qrammatik və leksik olur B variantı. Elgün dərs danışarkən izah edir ki, metafora yox, metafor, A səhv yazılıbdır. Əşyanın özündən daha güclü olan başqa əşyaya bənzədilməsi təşbihdir. Metaforun tərifi deyil. Ona görə də, yəni köçürmədir metafor. Sözlər də düzgün yerində işlədilmədiyi üçün leksik norma pozulub. Həm leksik, həm fonetik. Leksik, fonetik deməli olur A variantı. Daha sonra növbəti sual 37. Füzulinin Leyli Məcnun mənzum poeması. Poema onsuz da nəzmlə yazılır. Mənzum poema yazmağımız yanlışdır. Leksik norma pozuntusu var burada. Əks olunan fikirlər indi də yaşayırlar. Nə edirlər? Poemasında əks olunan fikirlər indi də yaşayırlar. Yaşayırlar yox, yaşayır olmalıdır. Fikir çünki mübtədə, yəni cansız olduğu üçün fikir təkdə, cəmdə olduğu olmasına baxmayaraq burada yaşayırlar yox, yaşayır olmalıdır. Burada da qrammatik var. Həm qrammatik, həm fonetik olur A variantı. Sual 38. Günay Axundzadə yaradıcılığından danışanda deyir ki, Hekayət Xırs Quldurbasan əsəri dramatik yox, dramatik növdə yazılan üçüncü əsərdir. Bu zaman ədəbi dilin hansı normasını pozmuşdur? Sadəcə fonetik normanı pozubdur. Başqa norma pozuntusu yoxdur. Hansı cümlədə qrammatik normanın pozulma sayı digərlərindən fərqlənir? Cəmaatın çoxu bu məsələdən xəbərsiz idilər, yox idi. Burada bir dənə norma pozuntusu var. Onların bir çoxu bu məsələ haqqında qərarsızdır. Onların bir çoxu bu məsələ haqqında qərarsızdır. Qərarsızdır kim? Onların bir çoxu. Burada norma pozuntusu yoxdur. Daha sonra C variantında nə onlardan gələn yox idi, nə də bir neçə qonaqlardan. Bir neçədən sonra qonaqların cəmdə gəlməsi norma pozuntusudur. Eyni zamanda nə onlardan gələn yox idi, yox, nə onlardan gələn var idi, nə də bir neçə qonaqlardan. Nə də inkar olduğu üçün burada yox, yəni yox, var işlənməlidir. Nə onlardan gələn var, nə də bir neçə qonaqlardan gələn var. Yoxun işlənməsi ikinci bir norma pozuntusu sayılır. Yəni burada iki qrammatik norma pozuntusu var. Ya onlar səni buradan aparsın, ya da ki, mən bilirəm nə edəcəyəm. Ya onlar səni buradan aparsınlar, aparsınlar. Kim onlar? Buradalar olmalıydı. Ya da ki, mən bilirəm nə edəcəyim. Sadəcə bir norma pozuntusu var qrammatik. Səsinin məlahətindən ağaclar da coşmuşdular. Burada daların yazılması bir qrammatik norma pozuntusu sayılır. Daha çox soruşulduğu üçün, yəni digərlərindən fərqləndiyini soruşulduğu üçün cavab olur C variantı. Çünki burada 2 qrammatik norma pozuntusu var, digərlərində isə 1-dir. Evdəkilər mənə səbirli olmağı öyrədirdi. Səbirli yox, səbirli, i yazılmayıbdır. Burada fonetik norma pozuntusu var. Öyrədirdi yox, öyrədirdilər. Çünki mübtədə cəmdədir. Ona görə də fonetik və qrammatik olur B variantı. Neçə nümunədə qrammatik norma pozulub? Uşaqların bir çoxu kitabların əksəriyyətini oxumamışdılar. Kim? Uşaqların bir çoxu. Burada çoxudan sonra, yəni bir çoxu təkdə olduğu üçün ondan sonra oxumamışdılar. Cəmdə gəldiyi üçün xəbər təkdə olmalıydı. Cəmdə gəlməsi yanlışdır. Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı, nə də bu aləm əradil, müqəyyədi, qəm olaydı. Burada qrammatik norma pozuntusu yoxdur, çünki inversiyada yoxdur. Hamını mən dəvət etmişəm bu şənliyə. İnversiya olduğu üçün qrammatik norma pozuntusu var. Onlar axı dərslərini yaxşı oxuyurlardı. Oxuyurlardı yox, oxuyurdular. Şəkilçilər ardıcıllığını itirib. Yanlışdır, yəni norma pozuntusu var. Yoxsulu ərbabı şahı gedanı tutmaz bir-birindən aralı dağlar. Tutmaz bir-birindən. Xəbərin əvvələ keçməsi inversiya yaratdığı üçün qrammatik norma pozuntusu sayılır. Ona görə cavab olur 1, 3, 4, yəni 4 fikir. Qrammatik norma pozulubdur. 42. Normanın pozulduğu nümunənin qarşısındakı xana qara, pozulmadığı nümunənin qarşısındakı xana ağ rəngdə olmalıdır. Hansı məqamlarda bu şərt pozulubdur? Geyim keçiminə diqqət et, hamı səni barmaqla göstərir. Burada keçim yox, keçim olmalıdır. Norma pozulubdur. Dünən dənizin bəyaz ağ köpükləri, bəyaz və ağ eyni mənadadır. Hər ikisi ağ mənasıdır. Yenidən iki sözün yəni yanaşı gəlməsi
leksik norma pozuntusudur. Elə bil dərin yuxudan oyandım, norma pozuntusu yoxdur. Bəzi xalqlar öz müqəddəratını müəyyən edir. Burada da müəyyən edirlər olmalıdır, mübtədə cəmdə olduğu üçün norma pozuntusu var. Bir gün dərədə sürünü otaranda yanıma gəldi. Burada da norma pozuntusu yoxdur. Yəni gözlənilibdir burada. İndi isə şərtə baxaq. Pozulanlar qara olmalıdır. Birdə pozulub qara yazılıb. Yəni burada şərt pozulmur. İkincidə pozulubdur. Qarşısında ağ olmalıydı. Lakin qara, daha doğrusu pozulduğu üçün qara olmalıydı. Ağ olduğu üçün uyğunluq 2-də pozulubdur. Sonra elə bil dərin yuxudan oyandım. Pozulmayıb. Qarşısında səhvən qara yazılıb ağ olmalıydı. Yəni uyğunsuzluqdur. Bəzi xalqlar öz müqəddəratını müəyyən edirlər. Burada da pozulubdur. Qarşısında qara olmalıydı. Ağ olduğu üçün uyğunsuzluq 4-dədir. 5-cidə pozulmayıb. Qarşısında ağ yazılıb. Bu da uyğunluqdur. Şərt pozulub soruşduğu üçün 2, 3, 4, yəni D variantı olur. Növbəti 43-cü sual. Nümunələrdə pozulan normalar əsasında uyğunluğu müəyyən edin. O uşağın atası iniş il anam xəstə yatanda bizə baş çəkməyə gələcək. Gələcək yox, gəlmişdi olar. Burada yəni söz düzgün yerində işlədilməyib. Yaxud da ki, o uşağın atası anam xəstə yatanda bizə baş çəkməyə gələcək. Yəni iniş il keçmiş zaman məzmunu ifadə edir. Gələcək də gələcək zaman məzmunudur. Burada söz düzgün yerində işlədilməyib, leksik norma pozuntusudur. Valideynləri ev eşiklərini zəhimli, tünd mixəyi, rəngli mebellərlə doldurmuşdular. Burada zəhimli mebel ola bilməz axı. Burada da leksik norma pozuntusu var. Paltarlar səliqə ilə şkafdakı rəflərə düzülmüşdülər. Düzülmüşdülər yox, burada düzülmüşdü olmalıdır. Paltarlar cəmdə olsa da cansız olduğu üçün lər yazılmağı yanlışdır. Burada qrammatik normadır. Leksik, leksik, qrammatik cavab olur C variantı. 44. Cədvəldəki uyğunluğu müəyyən edin. Fonetik norma pozulsa da qrammatik norma pozulmayıb. Onun meyiti kəndin ayağındakı kanalların birindən aşkar edilmişdir. Meyiti fonetik norma pozulmayıbdır. Meyit t ilə yazılır. Fonetik norma pozuntusu olmadığı üçün bir yanlışdır. Biri götürmürük. Dünən çox insanlar şikayət ərizələrini yox, ərizələrini geri götürdülər. Burada qrammatik norma pozulubdur. Daha doğrusu fonetik norma pozulubdur, amma qrammatik norma pozulmayıbdır. Yəni çoxdan sonra insanların cəmdə gəlməyi qrammatik norma pozuntusu deyil. Bu doğrudur. 2-ni götürürük. Tikanlı məftillər olmalıdır. Qrammatik yox, fonetik pozulubdur. Məftillərlə çərçivəyə alınmış sahə satıldı keçən il. Amma burada qrammatik normada pozulubdur. Çünki inversiya var. Həm qrammatik, həm də fonetik pozulduğu üçün bunu götürə bilmərik. Daha sonra qrammatik norma pozulsa da, deyəsən oğlunu bu işlərdən çəkindirə bilmir Akif. Burada qrammatik norma pozuntusu var, xəbər əvvələ keçibdir. Daha sonra fonetik norma pozulmayıb. Oğlunu, burada oğlunu, u səhv yazılıb, ona görə fonetik də pozulubdur. Amma fonetikin pozulmadığını istədiyi üçün 4-ü götürmürük. Nə qəzəbi soyumadı, nə də başındakı ağrı keçmədi. Nə də inkar olduğu üçün soyumadı yox, soyudu, keçdi olmalıydı. Qrammatik norma pozuntusu var, fonetik yoxdur. 5-i götürürük. E-mail adresinə göndərilən məktublar oxunacaqlardı. Oxunacaqlardı yox, oxunacaqdı. Qrammatik norma pozuntusu var. Lar səhv yazılıb, amma fonetik yoxdur. E-mail düz yazılıbdır. Tələb ödəndiyi üçün 2, 5, 6 olur B variantı. 46. Boş xanalardan yalnız birincisinə yazıla biləcək nümunəni müəyyən edin. Yəni, leksik norma pozulanı. Çənəsi də yarıya qədər torpağın qumuna bulaşmışdı. Da torpağın qumu yanlışdır. Çənəsi də yarıya qədər quma bulaşmışdı olar. Burada sadəcə leksik pozulub, fonetik pozulmayıb. Biri götürürük. Kimin ürəyi arzu və ümidlə doludursa, o artıq gələcəkdə yaşayır. O artıq gələcəkdə yaşayır. Burada odan sonra vergülün qoyulmağı yanlışdır. Çünki artıq ədaddır və odan sonra artıq ədad gəldiyi üçün vergülün qoyulmağı fonetik normanı pozub. Bizdən isə fonetik normanı yox, yalnız leksik normanın pozulmasını istəyirdi. Paltarları çoxdan yuduğuna görə hələ də yaş idi. Paltarları çoxdan yuduğuna görə hələ də yaş idi. Yox, paltarları təzə yuduğuna görə paltar hələ də yaş ola bilər. Çoxdan yusa axa quruyardı. Söz yerində işlənməyib düzgün, leksik norma pozulub, fonetik yoxdur. Şirin-şirin meyvələri ağaçdan yox, ağacdan. Fonetik norma pozulub, ona görə 4-ü götürmürük. Bizə lazım idi ki, fonetik yox, yalnız leksik pozulsun. Ona görə 1-3 olur A variantı.
46. Hansı nümunədə fərqləndirilən söz ədəbi dilin 2 normasını pozur? Yolçuların biri şahı hündür təbəqədən, hündür yox, yuxarı təbəqədən olan şəxsi görüb qorxuya düşdü. Yalnız leksikdir. Gənclərin bir çoxu kitab oxumaqdan uzaqdırlar. Gənclərin bir çoxu uzaqdırlar, yox, uzaqdır. Yalnız qrammatik pozulub. Lakin şəhər düyməsi vəsait çatışmamazlığını, qığ olmalıydı, çatışmamazlığını bəhanə gətirərək bu təklifi rədd etdi. Eyni zamanda iki inkar şəkilsinin yanaşı gəlməsi qrammatik normanı pozur. Çatışmamazlıq yox, çatışmazlığın olmalıdır. Həm qrammatik, həm fonetik pozulduğu üçün cavab olur C-də. Komputer yox, kompüter, sadəcə fonetik pozulub. Bu şaiyələr yox, şaiyələr, ya əvvəlcə gəlməli idi, şaiyə, sadəcə fonetik pozulub. 2 norma pozulub C variantında. Növbəti 47. Hansı nümunədə fonetik normanın pozulduğu məqam daha çoxdur? Əsərin kulminasiya nöqtəsinə daha maraqlı və daha cəlb edici idi. Burada C olmalıydı, Ç yox. Bir də kulminasiya, İ olmalı değildi. 2 fonetik norma pozuntusu var. Aktyorun çıxışı o qədər yaxşı idi ki, bir çox tamaşaçı onu təbrik etdilər. Etdilər yox. Təbrik etmək birlikdə bir dənə mürəkkəb söz götürülür və təbrik etdilər yox, etdilər olmalıydı. Burada da ümumilikdə yəni bir mürəkkəb söz götürülsə də təbrik etdilər. Həm təbrik Q səhv yazılıb, həm də T səhv yazılıb. 2 dənə də burada hərf səhvliyi var. WhatsApp yazışmaları ələ keçirilən Əli bununla bağlı hüquqi orqanlara müraciət etmişdi. WhatsApp yox, WhatsApp'dır. Burada S artıq yazılıb və WhatsApp olmalıdır. Hüquqi orqanlara 2-dir. Dünən yanlış yazdığı, yanlış yox, yanlış olmalıdır. N sonra L. Yazdığı tapşırığı yox, tapşırığı atası tərəfindən yoxlanılmış. Sadəcə 2 dənədir. Bir daha məlum oldu ki, məşhur yox, məşhur. Yazıcı zincirvari yox, zəncirvari. Poemalar yazmış və nəşr etdirə yox, etdirə bilməmişdi. Burada da pozulub. 3 dənə burada pozulduğu üçün ən çox olan E variantında olmuş olur. 48. Keçmişdir onlara qəzəbin niyə, düşmüşlərdir səndən aralı göygöl. Nümunəsinin 3-ün yanlış fikri, digəri üçün isə doğru fikri tapmalıyıq. Leksik norma pozulubdur. Birincidə keçmişdir onlara qəzəbin niyə, düşmüşlərdir səndən aralı göygöl. Leksik norma pozulub fikri birinci haqqında deməli yanlışdır. İkincidə ağıllı o adamdır ki, başqalarının müdrikliyindən və təcrübəsindən öyrənir. İkinci haqqında da yanlışdır. Hər ikisi haqqında yanlış olduğu üçün biri götürmürük. Fonetik norma pozuntusu var. Birinci haqqında səhvdir. Fonetik norma pozuntusu yoxdur. İkinci haqqında düzdür. Çünki müdrik yox, müdrik olmalıydı. 2 tələb ödəyir. Cavabın biri 2-dir. Qrammatik norma pozuntusu yoxdur. Birinci haqqında səhvdir. Xəbər əvvəldə gəlib düşmüşlərdir. Deməli, və burada qrammatik norma pozuntusu var. Ona görə birinci haqqında səhvdir. İkinci haqqında isə qrammatik norma pozuntusu olmadığı üçün düzdür. Birinci haqqında səhv, ikinci haqqında düz olduğu üçün cavabın biri də 3-dür. Qrammatik norma pozuntusu söz sırasının pozulması ilə bağlıdır. Birinci haqqında doğru olduğu üçün götürə bilmərik. Çünki bizə lazım idi ki, birinci haqqında yanlış, ikinci haqqında düz olsun. Cavab olur 2-3, yəni A variantı. Daha sonra sual 49. Klasteri tamamlayın. Birdən çox fərqli norma pozuntusu var. Balaca körpələr beşikdə yanaşı uzanıb səs-səsə verərək qığıldayır, sanki mahnı oxuyur. Kiçik dalğalar sahilə çırpılır, yenidən geri qayıdıb ağ-bəyaz köpük yaradırdılar. Yazaq 1-ə A, 1-ə B, indi isə 2 olanı tamamlayaq. Nümunədə ədəbi dilin bütün normaları pozulub. Balaca körpələr, onsuz da körpə balacadır. Balacanın yazılması leksiki pozur. Beşikdə yanaşı uzanıb səs-səsə verərək qığıldayır, yox qığıldayır. Leksikdən sonra fonetik var. Sanki mahnı oxuyurdu, yox oxuyurdular körpələr. Çünki cəmdədir və canlıdır, insanlaş bildirir. Həm də qrammatik var. Hər üçü pozulduğu üçün biz 1-ə A yazanda 2-yə C-ni yazırıq. İkinci cümlədə kiçik dağlar sahilə çırpılır, yenidən geri qayıdıb ağ-bəyaz. Ağ və bəyaz eyni anlayış bildirdiyi üçün ağın yazılmağı leksik norma pozuntusudur. Köpük Q yazılmalıydı. Fonetik norma pozuntusu. Yaradırdılar, yox yaradırdılar. Lar olmamalıydı. Qrammatik var. C-ni yaza bilərik. Eyni zamanda B olana. 1-ə yəni B olanda 2-yə C yazılır.
D-yə baxaq. Leksik norma pozuntusu artıq sözün işlənməsilə bağlıdır. Bəli, hər ikisində artıq sözə görə leksik pozulubdur. K yazırıq D-ni hər ikisinə. Fonetik norma pozulan söz müstəqil cümlə üzvü olan sözdür. Yaradırdılar nəyi köpüyü, qığıldayır. Burada fonetik norma pozulub, burada da köpükdə. Hər ikisi müstəqil cümlə üzvüdür. Hər ikisinə yaza bilirik. E-ni yazırıq. Qrammatik norma pozuntusu kəmiyyətə görə uzlaşmanın pozulması nəticəsində yaranmışdır. Birincidə körpələr qığıldayırdılar olmalıdır. Bəli, uzlaşma da pozulub. Eyni zamanda qrammatik də pozulubdur. Yaza bilərik F-i birinciyə. İkincidə isə, ikinci cümlədə qrammatik normanın pozuntusu uzlaşmanın pozuntusuna görə yox. Əslində uzlaşma gözlənilibdir, dalğalar yaradırdılar. Qrammatik pozulub. Çünki dalğalar cansız olduğu üçün ların olmağı yanlışdır. Yəni bu İkinci haqqında doğru deyil. Uzlaşma pozulmayıb orada. F-i yazmırıq ikinciyə, yəni B-yə olana. Cavab olur ya 1-ə A, 2-yə C, D-yə F, ya da 1-ə B, 2-yə C, D, Y. Baxaq görək hansı cavab var. 1-ə A, 2-yə C, D, Y tam cavab deyil. 1-ə B, 2-yə F-i B-yə götürə bilmərik. B-yə F olan cavab gedir. 1-ə A, 2-yə C, D, Y, F tam cavab E variantında olduğu üçün cavab olur E variantı. Sual 50. Cədvəldən bütün uyğun cümlələri müəyyən edin. Nümunədə heç bir norma pozulmamışdır. Çay, qəhvə və xörək servisləri 12 və 16 nəfərlik olur. Bəli, norma pozuntusu yoxdur. Qazancımız daha da artacaqdır. Qazancımız Ç yox, C olmalıdır. Yəni burada norma pozuntusu var. 2-ni götürmürük. Qrammatik normanın pozulub pozulmadığını dəqiq demək olmur. Uşaqlar əlbəttə gələcək. Burada xitab olsa qrammatik norma pozulmayıb. Amma uşaqlar əlbəttə gələcək. Mübtədə olsa xəbər cəmdə olmalı idi ki, qrammatik norma pozulub. Ona görə cavabın 1-də 3-dür. Nə danışmır, nə də dinmirdi. Nə də inkar olduğu üçün burada təsdiqdə olmalı idi. Amma inkarda olduğu üçün xəbərlər qrammatik norma pozulubdur. Cavab olur 1, 3, yəni D variantı. Davam edək. Növbəti suala baxırıq. Sual 51. Yalnız ismi birləşməli ifadə olunan xəbərdən ibarət olan və qrammatik şəkilçilərin sözlərə normaya uyğun artırıldığı cümlədə qrammatik norma pozulubsa, deməli cümlədə, məsələn, mənim evimdir. Orada isim birləşməli ifadə olunubdur və cümlədə xəbər rolundadır və yalnız xəbərdən ibarət olduğu zaman nə zaman qrammatik norma pozula bilər? Müəyyən miqdar sayı vardır. Xeyr, burada pozulmayacaqdır. İnkarlıq bağlayıcısının olması da normanı pozmur. Xəbər digər cümlə üzvündən əvvəl gəlmişdi. Burada axı digər cümlə üzvü yoxdur, yalnız xəbər var. Ona görə burada xəbər digər cümlə üzvündən əvvəl gələ bilməz. Bir dənə cümlə üzvü var cümlədə. Sözlərdən biri cümlənin məzmununa xələl gətirir. Qrammatik norma pozuntusu soruşur, amma məzmununa xələl gətirmə leksik norma pozuntusudur. İsim birləşmənin tərkibindəki sözlərin sırası pozulub. Bəli, söz sırası pozulduqda artıq qrammatik norma pozuntusu sayıla bilər. Məsələn, mənim evimdir, evimdir mənim. Burada artıq qrammatik norma pozuntusu olacaqdır. Cavab olur E variantı. Sual 52. Fonetik normanın pozulduğu nümunəni seçin. Elxan gedəndən bəri boş bikar gəzirdi. Burada norma pozuntusu yoxdur. Boş bikar sözü doğru yazılıbdır. Bu iş üçün sement beton tələb olunur. Burada isə devslə yazılmalıydı. Lakin biçik yazıldığı üçün burada fonetik norma pozulubdur. Bizdən də pozulduğu nümunə soruşulduğu üçün elə doğru cavab olur B-də. Əzim bəyin ismarışından nəticə çıxarmışdıq. İsmarış sözü doğru yazılıbdır, yanlışlıq yoxdur. Dostlarımın bəzisi məclisimizə iş üzündən qatıla bilməmişdilər. Burada da fonetik norma pozuntusu yoxdur. Cəlal intervyu üçün müsahibini gözləyirdi. Burada da intervyu sözü doğru yazılıbdır, yanlışlıq yoxdur. Yəni, fonetik normanın pozulduğu cavab olur B variantı. Sual 52. Uyğunluğu müəyyən edin. Bədii əsərlərdə işlənən metafor və epitet leksik norma pozuntusu hesabına yaranır. Bir dəqiqə bu hissəni silək. Deməli, birincidə qeyd olunurdu ki, bədii əsərdə işlənən metafor və epitet leksik norma pozuntusu hesabına yaranır. Bu yanlışdır, çünki əsərlərdə məcazilik leksik norma pozuntusu sayılmır. Burada isə doğru yazıldığı üçün uyğunsuzluqdur. Numerativ sözün düzgün, yəni yerində işlədilməməsi leksik norma pozuntusu hesab olunur. Doğru fikirdir. Məsələn, deyə bilər ki, 5 baş ailə. Burada leksik norma pozulubdur. Çünki ailə dedikdə nəfər deyilə bilər. Baş əsasən heyvanlara aid olan numerativ sözdür. Bu fikir doğrudur. Yanlış yazıldığı üçün uyğunsuzluqdur. Kəmiyyətə görə uzlaşmanın pozulması hər zaman qrammatik norma pozuntusu hesab olunur. Fikir yanlış fikirdir.
Çünki ola bilər ki, kəmiyyətə görə uzlaşma pozulsun, amma qrammatik norma pozulmaz. Nümunə olaraq deyə bilərik, ağaclar qırıldı. Burada ağaclar qırıldı. Mübtədə cəmdə olduğu üçün xəbərin cəmdə olmamağı uzlaşma əlaqəsini pozur, amma qrammatik norma pozuntusu sayılmır. Fikir yanlışdır, doğru yazıldığı üçün uyğunsuzluqdur. Müəyyən miqdar sayından sonra gələn isim cəmdədirsə, deməli mütləq qrammatik norma pozulubdur, yanlışdır. 1000 illər, 100 illər, yəni burada il zaman məzmunu bildirdiyi üçün 1000, 100 bunlardan sonra illərin cəmdə gəlməsi yanlış deyil və norma pozuntusu sayılmır. Fikir yanlışdır. Burada da yanlış olduğu üçün uyğunluq ilə D variantındadır. Orfoepik və orfoqrafik normalar fonetik və qrammatik normalar əsasında yarana bilməz. Fikir yanlışdır. Fonetik, yəni orfoqrafik və orfoepik normalar fonetik və qrammatik norma əsasında yaranır əslində, yarana bilər. Fikir yanlışdır. Burada doğru olduğu üçün uyğunsuzluqdur. Doğru cavab olur D variantı. Sual 54. Leksik normanın pozulduğu nümunəni seçin. Onlar verilən ziyafətdən məmnun qaldıqlarını bildirdilər. Burada heç bir söz, yəni əskik, daha doğrusu artıq, yəni yersiz işlənməyib. Ona görə burada leksik norma pozuntusu yoxdur. Məsələ ilə bağlı vaxtında tədbir tökmək üçün iki ayağını bir başmağa dirəmiş. İki ayağını bir başmağa dirəmək frazoloji birləşmədir. Bu da leksik norma pozuntusu sayılmır. Binanın digər tərəfindən üfunət iyi gəlirdi. Üfunət onsuz da pis qoxu i mənasındadır. Burada yenidən bir i səsin, yəni i sözünün gəlməsi artıq leksik norma pozuntusu sayılır. Binanın digər tərəfindən üfunət gəlirdi. Yəni üfunət elə pis qoxu i mənasında olduğu üçün i sözünün təkrar yazılmağı bura doğru deyil və leksik norma pozulub elə C variantında. Xatirələri təkrarən xəyalında canlandırırdı. Leksik norma pozuntusu yoxdur. Sən nəyə görə ona belə qayğı göstərirdin? Burada da leksik norma pozuntusu yoxdur. Növbəti sual 55. Hansı cümlədə leksik norma pozulmuşdur? Bu yaşıl çəməndə nə qədər dincəlsən bəs etməz. Çəmən onsuz da yaşıldır. Yenidən bura yaşıl sözünün yazılması leksik normanı pozmuş hesab olunur. Ona görə doğru cavab olur A variantı. Mənə müdaxilə etməkdənsə onun hərəkətlərinin qarşısını al. Burada leksik norma pozuntusu yoxdur. Verdiyin sualın cavabını hələ də tapa bilmədim. Burada da leksik norma pozuntusu yoxdur. Bizimkilər yaman narahatlıq keçirirdilər. Leksik norma pozuntusu yoxdur. Yəni sözlər hamısı yerində, yerli-yerində düzgün işlənibdir. Gəmi qaraya yaxınlaşırdı. Bu cümlədə də leksik norma pozuntusu yoxdur. Çünki gəmi qaraya yaxınlaşırdı, yəni torpaq əraziyə, torpağa yaxınlaşırdı bu mənadadır. Norma pozuldu A variantında. Daha sonra növbəti sual 56. Həm fonetik, həm də qrammatik normanın pozulduğu nümunəni müəyyən edin. Mən sizinlə razıyam. Ona görə də məşhurların gəlməsini xoş qarşılayıram. Burada fonetik norma pozuntusu yoxdur. Məşhur düz yazılıbdır. Xoş qarşılayıram. Bəli, fonetik norma pozuntusu yoxdur. Bugün Bakıya gələn turistlər bu şəhərin qeyri-adi fonetik norma pozuntusu var. Gözəlliyindən heyranlıqla danışırdılar. Kim turistlər? Mübtədə xəbər arasında qrammatik norma pozuntusu yoxdur. Ümumiyyətlə qrammatik norma pozuntusu yoxdur. Sadəcə fonetik olduğu üçün B-ni də götürmürük. Dənizkənarı bulvarda yerləşən Xalça muzeyi, Bakı Biznes Mərkəzi, Park Bulvar, Bakı Kristal zalı və başqa tikililər öz müasir görünüşü və gözəlliyi ilə hamını heyran edir. Burada da deməli qrammatik norma pozuntusu yoxdur. Yəni bizə hər ikisi lazım idi. Həm fonetik, həm qrammatik norma. Beynəlxalq Qadınlar Günü. Beynəlxalq yox, beynəlxalq olmalıdır. Burada yəni A yox, Ə olmalıydı. Qadınlar Günü münasibətilə keçirilən konsertdə sənətçilərin bəzisi çıxış edirdilər. Kim? Sənətçilərin bəzisi. Bəzisi təkdə olduğu üçün xəbər təkdə olmalıydı. Burada larların yazılmağı qrammatik normanı pozur. Həm fonetik, həm qrammatik norma ilə pozulubdur D variantında. Elə sevinirdim ki, maestro Niyazinin evindəki ziyafətdə iştirak etmək xoşbəxtliyi mənə nəsib olmuşdu. Fonetik norma, deməli pozuntusu var. Fonetik norma pozuntusu maestro i olmamalıydı. Maestro yox, maestro. Lakin qrammatik norma pozuntusu olmadığı üçün n-də götürmürük. Bizə həm fonetik, həm qrammatik hər ikisi lazım idi. Sual 57. Uyğunluğu müəyyən edin. Leksik, fonetik və qrammatik normanın pozulduğu cümlələri tapmalıyıq. Yay fəsli olduğu üçün buz bağlanmış çayda çox gözəl balıqlar olardı. Deməli, yay fəsli olduğu üçün buz bağlamış. Yayda hava isti olur axı, buz bağlamır. Burada yay fəsli olduğu üçün buz bağlamış çayda çox gözəl balıqlar olardı. Söz yəni düzgün yerində işlənməyibdir. Ya qış fəsli olduğu üçün buz bağlamış çayda çox gözəl balıqlar olardı ola bilərdi. Ya da yay fəslini yazsaq, buzu yaza bilmərik bura. Çünki yayda buz olmur. Yəni söz düzgün yerində işlədilmədiyi üçün leksik norma pozuntusu olduğu üçün A-nı yazırıq birinciyə.
Yazıların müəllifi yenə gülümsəyərək dostunun üzünə baxdı və o günkü sualın cavabını verdi. O günkü biçik yazılmalıdır. Fonetik norma pozuntusu var. B-ni yazırıq ikinciyə. Nəyə görə sənə sillə vuranda, sillə yox, şillə. Fonetik norma pozuntusu var. 2-yə yazırıq C-ni. C. Yuxarı əyilib yerdən bir çubuq götürdü. Yuxarı yox, aşağı. Burada leksik norma pozuntusu var. 1-ə yazırıq. Deməli, D-ni. D variantı. Daha sonra bir neçə gün sonra səyahətdən qayıdan hər ikisi həmin qayanın yanından keçirdilər. Hər ikisi keçirdilər. Burada ikisi təkdə olduğu üçün xəbər də təkdə olmalı idi. Lər cəm şəkilçisi yazıldığı üçün qrammatik norma pozuntusu var. E-ni yazırıq üçüncüyə. Orada dadlı-dadlı meyvə yox, meyvələr. Dadlı-dadlı, şirin-şirin. Yəni eyni sözün təkrarla yaranan sifətdən sonra gələn isim cəmdə gəlməlidir. Burada təkdə gəldiyi üçün qrammatik norma pozuntusu var. 3-ə yazırıq eyni zamanda ə-ni. Cavab olacaq 1-ə AD, 2-yə BC, 3-ə Eə, AD, BC, Eə. Yəni E variantı. Sual 58. Qrammatik normanın pozulduğu cümlədir. Yəqin ki, oraya gedəcək, sabah aparsalar. Burada xəbərin əvvələ keçməsi var. Yəqin ki, oraya gedəcək, sabah aparsalar. Belə olmalıydı. Yəqin ki, sabah aparsalar oraya gedəcək. Yəni söz sırasının pozulmağı olduğu üçün burada inversiya var. Elə qrammatik norma pozuntusu A variantındadır. Nə ağlı var, nə dərrakəsi. Burada söz ixtisarı var. Bu da inversiya sayılmır. Eyni zamanda qrammatik norma pozuntusu sayılmır. Sadəcə xəbər ixtisarı olunubdur. Onların bir çoxu məclis başlayanda özlərində idi. Kim? Onların bir çoxu. Burada əslində mübtədə, yəni əsas tərəf təkdə gəldiyi üçün xəbər də təkdə gəlməlidir. Sadəcə larların yazılmağı burada yanlışdır. Elə ona görə burada 2 dənə cavab var əslində. Həm A-da, həm C-də qrammatik norma pozuntusu var. D-də mən nə qədər dedim, məsmə qətiyyən eşitmək istəmədi. Heç bir norma pozuntusu yoxdur. Daha sonra mən, sən, bir də şirin xatirələr. Bu da adlıq cümlədir. Burada da norma pozuntusu yoxdur. Sual 59. Fonetik normanın pozulduğu nümunə hansıdır? Sübhan ani bir cəddliklə almanı üzdü. Burada heç bir pozuntu yoxdur. Yavrum, siz hələ çox gəncsiniz. Bu sözlərimi yadınızda yaxşı saxlayın. Burada da heç bir norma pozuntusu yoxdur. Yəni fonetik norma. İritonajlı yox, iritonnajdı. L-dıya keçməli idi. Fonetik norma pozuntusu ilə C variantındadır. Qonaqların hamısı onlara deyilənlərdən razılaşdı. Doğrudur. Oyun və yarışlarda bir-birinə üstün gəlmək üçün səy göstərərdilər. Bu da doğrudur. Fonetik normanın pozulduğu cavab oldu. C variantı. Eyni zamanda burada xüsusi sözündə də uzanma olmalıydı. Xüsusi yox, xüsusi. Uzanmanın da qoyulmaması məhz fonetik normanı pozur. Növbəti sual 60. Leksik normanın pozulduğu cümlədə qrammatik normada gözlənilməli. Yəni həm leksik pozulub, həm qrammatik pozulubdur. Əsas məqsədi müdaxilə göstərməkdən ibarət imiş. Bu cümlədə müdaxilə göstərməkdən yox, müdaxilə etməkdən olmalıydı. Leksik norma pozuntusu var, lakin qrammatik olmadığı üçün A-nı götürmürük. Qüvvətli bir cinayət hadisəsi baş vermişdir. Qüvvətli yox, dəhşətli bir cinayət hadisəsi ola bilər. Burada sadəcə leksik norma pozulubdur. Gərgin düşüncələri üzündən bizi də tərpənməyə qoymazdı. Gərgin düşüncə olmur. Burada gərgin düşüncə, leksik norma pozuntusu var. Zibeydəgil bir qarın ac, bir qarın tox yaşayırdılar. Bu cümlədə qrammatik norma pozuntusu var. Yaşayırdılar. Kim? Zibeydəgil. Təkdə olduğu üçün buradalar olmalı deyildi. Sadəcə qrammatik norma pozuntusu var, leksik yoxdur. Ona görə bunu da götürmürük. Tələbatın yüksəlməsi səbəbilə məhsul istehsalını çoxaltmışlardı. Şəkilçi ardıcılığı pozulub. Ona görə qrammatik norma pozuntusu var burada. Eyni zamanda tələbatın yüksəlməsi səbəbilə, tələbat onsuz da ehtiyacdır da. Yəni tələbat olması səbəbilə məhsul istehsalını çoxaltmışlar olar. Burada yüksəlməsi yanlışdır. Yanlış yazıldığı üçün leksik normada var. Həm leksik, həm qrammatik oldu elə E variantında. Növbəti sual 61. Hansı fikri, daha doğrusu yanlış fikri müəyyən edin, səhvi tapmalıyıq. Frazoloji birləşmələrdəki məcazilik leksik normanın pozulmasına dəlalət eləmir. Bəli, frazoloji birləşməkdə məcazilik leksik norma pozuntusu sayılmır. Şeirlərdə daha çox qrammatik normanın pozulma halı söz sırası ilə bağlıdır. Doğrudur. Kitabın tərkibində qrammatik normanın pozulmasına rast gəlmək olmaz. Yanlışdır. Bəzən kitabın tərkibində də şəkilçilər sıra ardıcıllığına yanlış artırıla bilər ki, burada da norma pozuntusu olar. Rast gəlmək olmaz fikri yanlış olduğu üçün cavab C-dir. Nitq mədəniyyəti
Sözdən düzgün istifadə ilə yanaşı sözün müvafiq sinonim variantlarından istifadəsini də tələb edir. Doğru fikirdir. İsmi birləşmə mübtədənin ifadə vasitəsi olduqda qrammatik norma pozula da bilər, pozulmaya da bilər. Bəli, əgər ismi birləşmənin əsas tərəfi təkdədirsə, xəbər təkdə, cəmdədirsə, cəmdə tələb edir. Bunlar olmazsa norma pozulmuş olar. 62. Bu qoca dünyanın şahidiyəm mən, kölgəmdə dincəlir hər gəlib gedən. Bağçalar gül açır yaş torpağımda, quşların adı var hər yarpağımda. Nümunədə ediləcək hansı dəyişiklik eyni norma ilə bağlı fərqli ikinci pozulma halı olacaq? Əvvəlcə cümləyə baxsaq görərik ki, yəni şeir nümunəsinə burada xəbərin əvvələ keçməsi, dünyanın şahidiyəm mən, yəni xəbər əvvələ keçibdir, qrammatik norma pozuntusu var. Deməli, pozulan norma qrammatikdirsə, biz qrammatik norma pozuntusunu nə ilə edə bilərik? Amma fərqli ikinci pozulma halı olacaqdır. Eyni norma. Son sözdə ğ hərfinin q ilə əvəz edilməsi fonetiki bozacaq. Bizə qrammatik normanı pozmaq lazımdır. İlk misranın son sözünü, mən sözünü həmin misranın əvvəlinə keçirsə, əksinə norma pozuntusu aradan qalxar. Çünki mübtədə, yəni xəbər sonunda gələndə artıq norma pozuntusu aradan qalxacaq. Son misradakı xəbəri misranın əvvəlinə keçirirsə, son misradakı xəbər var əvvələ keçirilsə, onsuz da bu cümlədə norma pozuntusu var. Yəni, varın ortada gəlməsi, xəbərin sonunda gəlməməsi, varı əvvələ keçirsək də yenə həmin cümlədə eyni, yəni məqsədlə xəbərin sonunda gəlməməsinə görə norma pozuntusu olduğu üçün bu təkrar olmuş olacaq. Bizdən fərqli ikinci pozulma halını soruşduğu üçün C deyil. Üçüncü misradakı xəbərə lar şəkilçisini əlavə etsək, bağçalar gül açırlar olsa, bəli, artıq burada fərqli yolla ikinci bir qrammatik norma pozuntusu yaratmaq olar. Çünki bağçalar cəmdə olsa da cansız olduğu üçün orada açırların olmağı qrammatik norma pozuntusu sayılır. Ona görə cavab D-dir. Son misradakı ikinci sözü cəmdə işlədilsə, son misradakı ikinci söz, yəni adı sözü, quşların adları var hər yarpağımda. Burada da adları sözün cəmdə gəlməsi təbii ki, qrammatik norma pozuntusu sayılmayacaqdır. Cavab olur D variantı. 63. Verilən nümunələrdə pozulan normalar əsasında uyğun variantı müəyyən edin. Biraz sualı kiçildək. Başına düşən fikirləri bir yerə cəmləyərək yaranan təhlükəli vəziyyət üçün tövsiyə verməlidir. Tövsiyədə bir y olmalıdır. Burada fonetik norma pozuntusu var. Fonetik bir də yazıldığı üçün biri yazırıq bura. Başına düşən yox, ağlına düşən, yəni fikirləri bir yerə cəmləyərək yaranan təhlükəli vəziyyət üçün tövsiyə verməlidir. Başına düşən yox, başına sözü burada səhv yazılıb. Ona görə leksik normada var. Biri burada yaza bilirik. Ayazın da ata-anası indi oturub onun yolunu gözləyirlər. Gözləyirlər kim? Ayazın ata-anası. Burada lərin yazılmağı yanlışdır. Qrammatik norma pozulubdur. Başqa fonetik və leksik norma pozuntusu yoxdur. İkinci sadəcə qrammatika yazırıq. Qarşılaşdığı hadisəyə görə çaşbaş qalan Əli babasının yanına gedərək məsləhət söyləmək istəyirdi. Məsləhət söyləmək yox, məsləhət almaq olar. Leksik norma pozuntusu var. 3-ü yazırıq leksikə. Bir də çaşbaş qalan çaşbaş biçik yazılmalıydı. Ayrı, yəni defislə yazdığı üçün bu da yanlışdır. Həm də fonetik norma pozuntusu var burada. Yazaq bura 3-ü də fonetika. Xahiş edirəm ki, buna görə pis olmayın. Qəlbiniz daim kədərdən uzaq olsun. Nə ağlamayın, nə dinciməyin. Nə dinkar bağlayıcı olduğu üçün xəbər təsdiqli olmalı. Dinkarda olduğu üçün qrammatik norma pozuntusu var. Başqa leksik norma və yaxud da fonetik 4 olmadığı üçün 4-ü sadəcə yazırıq qrammatik normaya. İndi isə baxaq. 1-3, 1-3, 2-4 doğru cavab olur E variantı. Növbəti 64-cü sual. Nümunələr əsasında uyğunluğu müəyyən edin. Mənə elə gəlir ki, bugün ayrı yazılmalıdır. Burada fonetik norma pozuntusu var. Bugün ya sabah yuxum mütləq doğruya çevriləcək. Həqiqətə çevriləcək. Doğruya mütləq Çin olacaq. Yəni, bu belə mənada işlətmək olar. Doğruya çevriləcək. Burada artıq ya da yuxum doğru çıxacaq. Belə ola bilər. Çevriləcək yox. Burada yəni leksik norma pozuntusu var. Söz düzgün yerində işlədilməyibdir. Onun addımlarında əsr yarımlıq bir səbr yox, səbir. İ hərfi burada yazılmalıydı. Fonetik norma var. İradə eşidilirdi. İradə eşidilməz. Burada leksik norma pozuntusu var. İndi isə baxaq. Cümlədə 2 məqamda fonetik norma pozuntusu var. A haqqında bu yanlışdır. Bir məqamda bugün sözündə bir dənə fonetik norma pozuntusu var. Ədəbi dilin normalarından yalnız qrammatik norma pozulmamışdır. A-dakı olan cümlə ilə bağlı, bəli, qrammatik yox, yalnız fonetiklə leksik pozulub. Bu doğru fikirdir. Leksik normanın da pozulduğu cümlədə pozulan normalar budaq cümlədədir. Mənə elə gəlir ki, bu baş cümlədir. Digər cümlə budaq cümlədir və pozuntu da
qrammatik yox, fonetik və leksikin pozulması da məhz elə budaq cümlədədir. Bu ona görə doğru fikirdir. Digər cümlə, fonetik norma pozuntusu mürəkkəb sözlə bağlıdır. Əsr yarımlıq sözü yanlış deyil. Fonetik norma səbr sözü ilə bağlıdır. Bu fikir yanlışdır. Fonetik norma pozuntusu samitlə bağlıdır. Samitlə yox, saitlə, i-nin yazılmaması ilə bu fikir yanlışdır. Qrammatik normanın pozulmadığı nümunədə leksik norma pozulmayıb yanlışdır. Leksikdə pozulub axı, iradə orada yanlışdır. Yəni iradə eşidilmir. İndi isə baxaq, doğrudan doğru 3, yanlışdan yanlış 1 və 4. Yəni cavab olur 1, 4, 1, 3, 4. Bir dəqiqə, 1, 3, 4. C variantında. Sual 65. Hansı nümunədə pozulan norma yanlış göstərilib? Yoxuşu endikcə meşə daha da qalınlaşırdı. Yoxuşu endikcə yox, deməli, yoxuşa qalxarlar, yoxuşa enməzlər. Yoxuş elə eniş deməkdir. Ona görə burada leksik norma pozuntusu var. Bu düzdür. Başqa norma pozuntusu yoxdur. Niftalı onun düz qaşının ortasından nişan almışdı. Burada tələffüz qaydasını verdiyi üçün fonetik norma pozuntusu var. Başqa norma pozuntusu yoxdur. Cəmi bir dəfə uşaq əsgərliyə gedəndə və 5 il sonra toy olanda belə sevinmişəm. Cəmi bir dəfə deyir, amma 2 dənə nümunə göstərir. Yəni 2 dəfə sevindiyin qeyd olunur. Ona görə leksik norma pozuntusu var. Başqa, əskər yox, əskər, kö yox, ki olmalıdır. Eyni zamanda fonetik də var. Həm fonetik, həm leksik var, amma qrammatik yoxdur. Yalnız fonetik və leksik var, bu da düzdür. Aramızdakı pis münasibət sarsıdırdı hər ikimizi. İnversiya olduğu üçün yalnız qrammatik norma pozuntusu var, fonetik və ya leksik yoxdur. Bu da düzdür. Şəhərin ən ucqar yox, ucqar. Burada fonetik var. Yerində qurulan kiçik səhnəcik. Səhnəcik onsuz da balacadır. Təzədən burada kiçik sözün yazmağın düzgün deyil, leksik var. Və komacıq diqqətini cəlb edirdi hər kəsin. İnversiyada olduğu üçün qrammatik də var. Burada fonetik, leksik, qrammatik var. Lakin qeyd olunub ki, yalnız qrammatik və fonetik var. Leksik yazmadığı üçün yenə yanlış cavab E variantı olur. Sual 66. Həm fonetik, həm də leksik normanın pozulduğu cümləni müəyyən edin. A variantında qeyd olunub ki, yeni sistem azlığın haqqını qoruduğu üçün əksəriyyət onu majoritar kimi qəbul edibdir. Əksəriyyətdə ki olmalıydı. Burada fonetik norma pozuntusu var. Majoritar sözünün də mənası ayrı-ayrı namizədlər üçün keçirilən seçki deməkdir. Yəni burada söz düzgün yerində işlədilməyibdir. Həm də leksik norma pozuntusu var. Yəni bu söz burada doğru işlənməyibdir. Həm fonetik, həm leksik istənildiyi üçün elə doğru cavab olur A-da. B variantında Günay sırğalarını qulağına asıb necə göründüyünü bilməkdən ötürü güzgü qabağına keçdi. Burada fonetik varmı? Günay, sırğa deyil, sırğadır. Sırğa söz düz yazılıbdır. Yəni burada fonetik norma pozuntusu görmürəm, yoxdur. Ona görə heç fonetik olmadığı üçün bunu götürə bilmərik. Vitamin çatışmazlığı dodağındakı yaranın gec sağalmasına gətirib çıxarmışdı. Bəli, burada da fonetik norma pozuntusu yoxdur. Onun başdan sovudu, bu düz yazılıbdır. Hərəkəti get-gedə aralarında nifaq düşməsinə yol açırdı. Burada da fonetik görmürük. Hələlik proqramın təkmilləşməsi üçün hər hansı səbəb yox idi. Təkmilləşməsi yox, təkmilləşməsi olmalıdır. Fonetik var, lakin leksik olmadığı üçün bunu da götürmürük. Yəni həm leksik, həm fonetik oldu. A variantında pozulmuş. Növbəti 67. Verilən sözlərin feil olduğunu bilərək hansı sözlərin tələffüzündə orfoepiya normalarının pozulduğunu deyə biləcəyimizi müəyyən edin. Qatarlar yox, qatallar olmalıydı. Feil olaraq l-lı isim olsaydı r-rı olardı. Yəni qatarlar sözü, qatarlar isim olanda olur qatarlar, r-rı. Feil olduqda isə l-lı olur. Burada r-rı ilə yazdığı üçün feilin tələffüzü yanlışdır. Yəni belə feil bu şəkildə tələffüz olmaz. Biri birdir. Qandı, nə etdi? Qandı. Burada d şurada keçmiş zaman şəkilçisi kimi düşünmək olar və pozulmayıbdır. Gələcək, nə edəcək? Gələcək pozulmayıbdır. Düyünlər, qeyri-qəti gələcək zamanda fikirləşmək olar. Düyünlər, düyünləmək mənasında, düyünlə, düyünləyər, yəni düyünlər şəklində tələffüz edə bilərik. Burada da pozulmayıbdır. Başla, başda tələffüz doğrudur. Dondurmalıdır, dondurmalıdır. R tələffüzə düşməlidir, qrammatik şəkilçi olduğu üçün. Və yanlış olan, yəni orfoepik normanın pozulduğu 1 ilə 6-dadır. Burada doğru cavab 1 və 6 olacaqdır. Yəni B-ni götürsəz 4 burada yanlış verilibdir. Doğru cavab 1 və 6-dır. Növbəti sual 68. Cədvəldəki uyğunluğu müəyyən edin.
Yəni yeni bəyanatda, bəyanat yox, bəyanat olmalıdır. Burada A olmalıdır, ə yox, bəyanat. Fonetik norma pozulubdur. Qeyd edirdilər ki, ölkəmizin insanları düşmənə asanlıqla boyun əyməyəcək. Boyun əyməyəcək. Kim? Ölkəmizin insanları. Mübtədədə əsas tərəf cəmdə olduğu üçün xəbər də cəmdə olmalı idi. Təkdə olduğu üçün qrammatik normada pozulubdur. Həm fonetik, həm qrammatik var. Başqa norma pozuntusu olmadığı üçün bu doğrudur. Çünki burada fonetik və qrammatik yazıb. Biri götürürük. Üzündəki təbəssüm bir anda yox oldu. Eşitdiyi xəbərdən başından qopdu tüstü. Burada başından tüstü qopdu yox, olmalıydı. Başından tüstü çıxdı. Həm leksik norma pozulub, eyni zamanda söz sırası da pozulduğu üçün burada inversiya var, qrammatik də pozulub. Yəni həm leksik, həm də fonetikdir. Leksik məcaziliyə görə yox, sözün düzgün yerində işlədilməməsinə görədir. Ümumilikdə frazoloji birləşmə, amma yəni frazoloji birləşməyə görə fikirləşməyin. Frazoloji birləşmə leksik norma pozuntusu sayılmır. Burada leksiki yazılmadığı üçün 2-ni götürmürük. Hüsnüxətt qaydalarına fonetik norma pozuntusu var. Biçik yazılmalıdır, bir t ilə yazılmalıydı. Yəni fonetik var. Qaydalarına əməl etməyən şagirdlər müəllimi tərəfindən danlanırdılar. Burada şagirdlər cəmdə olduğu üçün xəbər də cəmdə olmalıdır. Təkdə olduğu üçün həm də qrammatik var. Fonetik və qrammatik var və göstərilib. Leksik yoxdur, bu doğrudur. Dördüncüdə isə uşağı istidən mühafizə etmək üçün qalın yorğana bürümüşdülər. İstidən mühafizə etmək üçün qalın yorğana bürüməzlər, axı əksinə soyuqdan mühafizə etmək üçün qalın yorğana bürüyərlər. Burada leksik norma pozuntusu var. Lakin fonetik və qrammatik yoxdur. Yalnız leksik olduğu üçün 4 də doğrudur. Mahir sürətlə atıldı atın belinə. Burada qrammatik norma pozuntusu var. Söz sırası pozulubdur. Atın belinə atı böyük iri qamçı ilə qamçılayaraq böyük və iri, burada iki söz, yəni böyük, iri, yəni eyni mənalı, yaxın mənalı sözlərdir. 2 dəfə təkrar olunduğu üçün, böyük və iri yazıldığı üçün. Ona görə burada leksik norma pozuntusu var. Qamçılayaraq oradan uzaqlaşdı, lakin fonetik norma pozuntusu yoxdur. Heç bir söz səhv yazılmayıbdır. Fonetik norma pozuntusu olmadığı üçün, sadəcə leksik qrammatik olduğu üçün 5-də səhvdir. Doğru cavab olur 1, 3, 4, yəni C variantı. Sual 69. Verilən fikirlərin doğru və ya yanlış olma baxımından düzgün ardıcıllığın göstərilən variantı müəyyən edin. Numerativ sözün işləndiyi, düzgün işlədilməməsi leksik normanı pozur. Bəli. Məsələn, bayaq da nümunə dediyimiz kimi 5 baş ailə, burada numerativin yanlış işlədilməsi leksik normanı pozur. Sözün vurğusunun düzgün göstərilməməsi orfoqrafik normanı pozur. Deməli, orfoqrafik normanı pozur. Xeyr, normanı pozmur. Düzgün göstərilməməsi normanı pozar. Daha doğrusu, bir dəqiqə, sözün vurğusunun düzgün göstərilməməsi orfoepik normanı pozur. Bəli, yanlışdır. Çünki orfoqrafik normanı yox, orfoepik normanı pozur. Bu fikir yanlış fikirdir. Orfoepiki pozur. Sonra orfoqrafik və orfoepik norma qrammatik və fonetik norma əsasında yaranmır. Bu yanlış fikirdir. Yəni, orfoqrafik və orfoepik norma qrammatik və fonetik norma əsasında yaranır. Vulqar sözləri bədii məqsəd güdərsə, ədəbi dil normaları onları işlətməyə qadağan etmir. Doğrudur, obrazın dilindən məqsədli şəkildə istifadə oluna bilər. Elmi mətnlərdə sözlərin çoxmənalılığına, məcaziliyyə yol verilməsi leksik normanı pozur. Bəli, çoxmənalığa yol verilməməlidir. Sözlər və cümlələr arasında əlaqələrin düzgün qurulması qrammatik normanın tələbidir. Deməli, cümlələr arasında əlaqələrin düzgün qurulması, bəli, qrammatik normanın tələbidir. Söz sırasının pozulmağı da məhz normanı pozur. Burada birinciyə doğru, daha doğrusu 2 ilə 3 yanlış, yerdə qalanlarsa doğru fikirlərdir. 1-ə doğru, 2-yə 3-ə yanlış, 4, 5, 6-ya doğru, elə olur E variantı. Daha sonra növbəti suala baxaq. Cədvəldəki uyğunluğu müəyyən edin. Yalnız fonetik norma pozulan cümlə, yalnız qrammatik norma pozulan cümlədir. Birinciyə baxaq. Əlbəttə ki, Gönçə xala bekar yox, bikar. Burada fonetik norma pozuntusu var. Deyil, sənə heç nə deməsə də axtarışlara davam edir. Davam edir kim? Gönçə xala. Burada xəbərin təkdə olmağı doğrudur. Sadəcə fonetik norma pozulubdur. Başqa leksik və qrammatik norma pozuntusu burada yoxdur. Ona görə doğru cavabın biri 1-dir. Hərdən ölkədəki vəziyyət mənim də qanımı qaraldır. Burada vəziyyətdə 2 y olmalıdır. 1 y olduğu üçün fonetik norma pozuntusu var. Başqa norma pozuntusu da yoxdur. Qan qaralmaq frazoloji birləşmədə leksik norma pozuntusu götürülmür. Biri də 2-dir. Dəhlizin divarına asılan açarları götürüb otaqların qapısını açdı. Burada fonetik norma pozuntusu yoxdur. Yalnız qrammatik norma pozulan cümlədir. Anlaya bilmirəm ki,
Belə ağılsız insan necə olur ki, böyük bir qurumun rəhbəri vəzifəsində çalışır? Anlaya bilmirəm, ağılsız insan necə olur ki, böyük bir qurumun... Bəli, burada heç bir qrammatik norma pozuntusu yoxdur. Bizdənsə qrammatik norma pozulanı istəyir. Ona görə 4-ü götürmürük. Siz bizim məktəbdə təhsil alan şagirdlərdənsiniz. Kimsiz? Hansı şagirdlərdən? Bizim məktəbdə təhsil alan. Burada da heç bir qrammatik norma pozuntusu yoxdur. Kəndə qayıtdıqdan sonra qisas almaq üçün fürsət düşdü əlinə. Bəli, burada artıq qrammatik norma pozuntusu var. Çünki inversiya var. İnversiyada qrammatik norma pozuntusu sayıldığı üçün biri də cavabın olur 6. Doğru cavab 1, 2, 6, yəni olur B variantı. Belə əziz müəllimlər, videonun sonuna gəldik. 70 sualı izah etdim. Əgər hansısa bir məqam qaranlıq qalsa, şərh bölməsində yazarsınız. Yenidən həmin hissəni cavablandıraram. Hələlik.